Gürcüstanın investisiya imkanları və biznes mühiti baş nazirə Sinqapurda müxtəlif şirkətlərin nümayəndələrini tanış edib. Dəyirmi masa formatında keçirilən müzakirədə 30-a yaxın böyük fintech şirkətinin rəhbəri iştirak edib. Hökumət rəhbəri Gürcüstanın strateji mövqeyinə və ölkənin əlaqələndiriciliyinin təmin edilməsindəki xüsusi roluna diqqət çəkib. İqtisadi artım göstəricilərinə vurğu edilib və maliyyə sektorunun inkişaf tempinə xüsusilə toxunulub. Gürcüstanın Almaniyadakı səfiri Aleksandr Kartozya sabahdan səlahiyyətlərinin icrasına başlayacaq. Gürcüstan tərəfi bu prosesin başlamasını 10 ay gözləyib. Gürcüstan səfiri etimadnaməsini Almaniya prezidentinə sabah yerli vaxtla saat 10:30-da təqdim edəcək. Bu səfirin səlahiyyətlərinin təsdiqlənməsi üçün vacib prosedurdur. Etimadnamənin təqdim edilməsi Almaniyanın artıq keçmiş səfiri Peter Fischer'in səlahiyyət müddətinin başa çatması və Gürcüstandakı 4 illik diplomatik missiyanın yekunlaşması vaxtı ilə üst-üstə düşür. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytındakı indiyədək Salım Zurabishvilinin Gürcüstan prezidenti kimi qeyd edildiyi məlumat silinib. Gürcüstan-Almaniya münasibətləri və əməkdaşlıq imkanları Tbilisidə siyasi qiymətləndirmələrin mövzusudur. Jurnalist Vaxo Sanayiyaya sosial şəbəkədə parlament sədri Şalva Papuaşvili və deputat Vladimir Bojadze haqqında yazdığı posta görə 14 günlük inzibati həbs cəzası verilib. O artıq müvəqqəti saxlanma təcridxanasına köçürülüb. Tbilisi şəhər məhkəməsinə sözü gedən bəyanatla bağlı hüquqi reaksiya verilməsi üçün Daxili İşlər Nazirliyində yaradılmış nifrət nitqinə qarşı mübarizə idarəsi müraciət edib. Sarpi gömrüyündə və Poti dəniz limanında yerləşən iqtisadi rəsmiləşdirmə zonası ərazilərində Gürcüstana böyük miqdarda odlu silahın qanunsuz gətirilməsi faktının qarşısı alınıb və 2 nəfər saxlanılıb. Onlardan biri əcnəbi ölkə vətəndaşıdır. Təqsirləndirilən şəxsə məxsus avtomobillərə baxış keçirilməsi nəticəsində sübut kimi 500-ə yaxın döyüş patronu, 2 pnevmatik idman silahı, 2000-dən çox güllə gilzi, 900-ə yaxın gilz mərmisi və odlu silah patronları üçün nəzərdə tutulmuş 3 kiloqrama qədər barıt götürülüb. Cinayət 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Maliyyə Nazirliyinin istintaq xidməti saxta viski hazırlanması faktı üzrə 2 nəfəri saxlayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz gəlir əldə etmək məqsədi ilə Jack Daniels əmtəə nişanı ilə xüsusilə külli miqdarda saxta alkoqollu içki hazırlayıb və saxlayıblar. Aparılan axtarış zamanı hüquq mühafizə orqanlarının əməkdaşları 22.400 lira dəyərində 300 şüşə saxtalaşdırılmış içki götürüblər. Cinayət 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Rusiyanın Krasnodar şəhərində dron hücumu nəticəsində Wildberries-in ən böyük logistika mərkəzlərindən birində yanğın baş verib. Sosial şəbəkələrdə bunu əks etdirən videolar yayılır. Şahidlərin məlumatına görə gecə ərzində şəhərdə 20-30 partlayış səsi eşidilib. Onların sözlərinə görə hava həyəcanı yalnız insidentdən təxminən 2 dəqiqə sonra qoşulub. Sonra isə söndürülüb. Şirkətin özünün bəyanatına görə hücumlar nəticəsində yaralananlar var. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilmiş Aleksandr Sırski bəyanat dərc edərək Ukraynaya xidmət etməyə davam edəcəyini bildirib. Onun sözlərinə görə davam edən müharibəni 2014-cü ildən bəri öz gözləri ilə görüb və azad edilmiş hər kilometr torpağın qiymətini yaxşı bilir. Bəyanatda Sırski rəhbərliyi dövründə həyata keçirilən dəyişikliklərdən danışaraq bildirib ki, 2026-cı ildə 700 kvadrat kilometr ərazi azad edilib. O, xələfinə təkcə müdafiə olunan deyil, həm də hücum edən və düşməni necə məğlub etməyi bilən ordu təhvil verdiyini vurğulayıb. Məlumat üçün bildirək ki, iyulun 21-də Prezident Vladimir Zelenski Sırskini vəzifəsindən azad edib. Silahlı qüvvələrin yeni rəhbəri kimi Mikhailo Drapatini təyin olunacaq. ABŞ İrana növbəti zərbə endirib. Yenilənmiş bombardmanların 11-ci gecəsində Vaşinqtonun hədəfi Tehran, Təbriz, Çabahar və Konarak olub. Partlayışlar həmçinin İranın atom elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərində də baş verib. Baş verənlərlə bağlı ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İranın hərbi əməliyyat mərkəzləri, dəniz imkanları, dron anbarları və hərbi logistika infrastrukturu bombalanıb. Reuters yazır ki, partlayış səsi ölkənin paytaxtında da eşidilib. Lakin hazırda əlavə təfərrüatlar məlum deyil. Ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyi havanın temperaturunun yüksəlməsi ilə bağlı əhalini dövlət meşəsi ərazisində xüsusilə ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır. Agentliyin məlumatına görə yanğının baş verməsinin əsas səbəbi əksər hallarda insanların səhlənkarlığıdır. Meşə ərazisində ağacların çətiri altında iynə yarpaqlı cavan meşədə, köhnə yanğın yerlərində və quru otluq ərazilərdə tonqal qalamaq qadağandır. Qaydaların pozulması 300-dən 500 lariyədək cərimə, səhlənkarlıq səbəbindən yanğın baş verməsi halında isə qanunvericilik 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Çinli tur operatorlar Gürcüstana səfər edirlər. Şanxay və Tbilisi arasında birbaşa uçuşların təyin olunmasından sonra ziyarətçilər Gürcüstanın turizm potensialı ilə tanış olublar. Gürcüstana səfərdən sonra tur operatorlar yeni marşrutlar işləyib hazırlayacaq və Çinli səyahətçilərə Gürcüstanın istiqamətində qrup şəklində turizm paketləri təklif edəcəklər. China Eastern Airlines Şanxay Tbilisi Şanxay istiqamətində birbaşa reyslər artıq başlayıb. Uçuşlar həftədə 3 dəfə çərşənbə, cümə və bazar günləri həyata keçirilir. Marneuli Bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən Ustad Aşıq Kamandarın ev muzeyində Ozan Saz televiziya müsabiqəsinin final mərhələsi keçirilib və qaliblər müəyyənləşdirilib. Müsabiqə çərçivəsində seçilmiş iştirakçılar münsiflər heyəti qarşısında öz çıxışlarını təqdim ediblər. Tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi və konsert proqramı təşkil olunub. 24 News Medianın təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi milli musiqi irsinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Bugün Marneoli'də Ustad Aşıq Kamandarın ev muzeyində bizim Ozan Saz televiziya müsabiqəsinin mükafatlarının təqdim etmə mərasimini qeyd edirik. Əlbəttə biz 2 ay bundan öncə Ozan Saz televiziya müsabiqəsini elan etdik və burada ümumilikdə 20 nəfər iştirakçı var idi və onlar arasından yarışmaya 12 iştirakçı seçildi və bugün isə 2 ay davam edən Ozan Saz televiziya müsabiqəsinin artıq qalibləri mükafatlandırılır. Gürcüstan hökumətinə yaradılan bütün şəraitlərə görə dövlətimizə təşəkkür edirik və ümid edirik ki, bu kimi dəyərli müsabiqələr bundan sonra da davam edəcək. Təşkilatçılar bildirirlər ki, bu cür layihələr ənənəvi sənətə marağın artırılmasına, həmçinin gənclərin milli mədəni dəyərlərə daha yaxından bağlanmasına xidmət edir. Tədbirdə yerli sakinlər, mədəniyyət xadimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. Çıxış edənlər milli mədəni irsin qorunmasının vacibliyini vurğulayaraq bu kimi layihələrin davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Türk dünyasında nə qədər ölkələrdə ki, ozanlar var, ozan aşıq sənəti var. Onların içərisində ilk dəfə olaraq 1927-ci ildə Gürcüstanda məhz Bolnisdə, əvvəlki adı Lüksemburq idi, orada rəsmi Gürcüstan dövləti tərəfindən rəsmi aşıqlar qurultayı məhz Borçalıda, Lüksemburqda keçirilib 1927-ci ilin fevral ayında. Bugünkü müsabiqəyə gəlincə demək istəyirəm ki, 24 Nevis Azər müəllimin rəhbəri ilə təşkil olunmuş bu müsabiqə xüsusi planlı şəkildə quruldu. 2 aydan artıqdır ki, bu müsabiqə davam edir. Seçim biraz çox çətin oldu, çox ağır oldu. Amma nəhayət gənclər, öz sözlərini deyən gəncləri münsiflər heyəti seçdi. Yerli hakimiyyət orqanları hər zaman belə tədbirlərin keçirilməsinə dəstək göstərməyə çalışır. Aşıq Kamandar 20-ci əsrin ikinci yarısında fəaliyyət göstərmiş, çox tanınmış və əməkdar bir şəxsiyyət olub. O, müxtəlif ölkələrdə mükafatlara layiq görülüb, həmçinin Gürcüstanın şərəf ordeninin sahibidir. Bundan əlavə ona Azərbaycan Əməkdar Mədəniyyət İşçisi fəxri adı verilib. Belə bir insan həqiqətən də layiqli ehtiram və hörmətə layiqdir.